hörmətli müəllimlər, bugünkü dərsimiz idman məşqinin metodları olacaq. Baxaq, metod nədir? İdman məşqinin metodları sadəcə hərəkətlər və hərəkətlər toplusu deyil, məqsədyönlü bir strategiyadır. Onlar bacarıq və vərdişlərin formalaşmasına, təkmilləşdirilməsinə, hərəkət qabiliyyətlərinin inkişafına birbaşa təsir göstərir. Bəli, biz hərəkət qabiliyyətlərimizin inkişafını idman məşqinin metodlarından istifadə etməklə bir növ inkişaf etdiririk. Metod məşq prosesində hərəkətlərdən necə istifadə olunması müəyyənləşdirilir. Bəli, biz idman məşqinin metodlarına hansı hərəkətlərdən necə istifadə olunmasını bir növ müəyyənləşdiririk. Fiziki tərbiyə dərslərində əsasən 8 metoddan istifadə olunur. Bu təqdimatda fiziki tərbiyə dərsində istifadə olunan metodları analiz edəcəyik. Hər birinin nə vaxt, niyə, necə effektiv olduğunu aydınlaşdıracağıq. Məqsəd hər məşqçiyə özünə məxsus məqsədlər üçün doğru alətlər seçməkdə kömək etməkdir. 8 metodumuza baxaq. Rəvan, dəyişkən, təkrar, interval, dairəvi, oyun, nəzarət və yarış metodlarına bu gün nəzər yetirəcəyik. Baxaq ilk öncə rəvan metodu nədir? Rəvan metodu məşq yükünün sabit dəyişməyən intensivlikdə nisbətən uzun müddət ərzində yerinə yetirilməsi ilə səciyyələnir. Yəni, sabit dəyişməyən intensivlik. İntensivlik dəyişməyən bir sabit dəyişməyən. Məşq yükünün sabit dəyişməyən intensivlikdə nisbətən uzun müddət ərzində yerinə yetirilməsi ilə səciyyələnir. Bu zaman idmançı qaçış sürətini və hərəkət sürətini, ritmini, qüvvə sərfini, hərəkət amplitudasını sabit saxlamağa çalışır. Hərəkətlərimiz aşağı ola bilər, orta ola bilər, yüksək tempdə ola bilər. Yəni, hansı intensivlikdə biz hərəkətə başlamışıqsa, həmən intensivlikdə də hərəkəti yerinə yetirmək, sabit dəyişməyən olmalıdır. Bu metod illik məşqin bütün mərhələlərində istifadə olunur. Metodun satış mənzəliyyəti ondan ibarətdir ki, idmançı orqanizmdə bu rejimdə yerinə yetirilən məşq yükünə uyğunlaşma ehtimalı böyükdür. Bu da məşqin səmərəsini azaldır. Bəli, məşqin səmərəsi necə azaldır? Burada idmançı bir növ bu metoda uyğunlaşır. Bir növ daha effektiv nəticə vermir. Əvvəl kimi effektiv nəticə vermir. Yəni, məşqin səmərəsini azaldır, səmərə vermir. Bu metoda idmançı uyğunlaşdı və bir növ sabit dəyişmə intensivli hərəkətləri yerinə yetirir. Yəni, növbəti dəfələrdə bu bir o qədər də səmərə verməyəcək. Rəvan metodu oldu qısaca. Məşq yükünün sabit dəyişməyən intensivlikdə nisbətən uzun müddət ərzində yerinə yetirilməsi ilə səciyyələnir. Yalnız dəyişməyən metodumuz, sabit dəyişməyən metodumuz oldu rəvan metodu. Keçən növbəti metodumuza nəzər yetirək. Növbəti metodumuz dəyişkən metoddur. Dəyişkən metod. Bu metod məşq yükünün icra intensivliyinin, tempinin, amplitudasının və qüvvə sərfinin məqsədə uyğun dəyişdirilməsi ilə fərqlənir. Yəni, intensivliyidir, tempdir, qüvvə sərfidir, amplituda. Bunu biz məqsədə uyğun dəyişdiririk. Dəyişkən metoddur. Nümunəyə nəzər yetirsək, 1500-3000 metrlik məşq məsafəsini idmançı hər 200 metrdən sonra 100 metr məsafəni sürətlə qaçır. Sonra 200 metr məsafəni bir növ tempi dəyişir. Asta templə qaçır. Növbəti 100 metr məsafəni sürətlə qaçır. 200 metr məsafəni asta templə bir növ əvvəliş tempinə qayıdır. Metodun üstün cəhəti ondan ibarətdir ki, məşqdə yeknəsəkliyi aradan qaldırır. Lakin ürək damar və tənəffüs sistemi üçün gərginlik yaradır. Ona görə də bu metoddan hazırlıq səviyyəsi yüksək olan idmançılar üçün istifadə edilməsi məqsədə uyğundur. Metodun satışı mənzəliyyəti məşq yükünün komponentlərinin təxmini hesablanmasıdır. Yəni, biz təxmini hesablayırıq ki, mən 200 metr məsafəni asta templə qaçsın, 100 metr məsafəni sürətlə qaçsın. Yəni, məqsədə uyğun dəyişdirilmə baş verir bu dəyişən metodda. Məşq yükünün icra intensivliyinin, tempinin, qüvvə sərfinin, amplitudasının məqsədə uyğun dəyişdirilməsi olur. Keçən növbəti metodumuza nəzər yetirək. İnterval metodu. İnterval metodu nədir? Məşq yükü komponentlərinin və hərəkətlərin intensivliyinin dəqiq bir diapazonda
təkrar icrası ilə səciyyələnir. Məşq yükü komponentlərinin və ya hərəkətlərin intensivliyini dəqiq bir diapazonda təkrar icrası ilə səciyyələnir. Burada əsas diqqət hərəkətlərin icrası arasındakı istirahətə yönəlmiş olur. İnterval metodda əsas diqqət nəyə yönəlmiş olur? Hərəkətlərin arasındakı istirahətə yönəlmiş olur interval metodda. Hərəkətlər arası nisbətən vaxt intervalı 1-3 dəqiqə ola bilər. Məşqin məqsədinə asılı olaraq 15-30 saniyə ola bilər. Beləliklə, məşqləmə effekti təkcə hərəkətlərin icrası zamanı deyil, daha çox hərəkətlərin təkrar icrası arasındakı vaxt intervalında baş verir. Yəni, məşqləmə effekti hərəkətin icrası zamanı deyil, hərəkətlərin təkrar icrası arasındakı vaxt intervalında baş verir. Yəni, burada məşqləmə effekti həmin o intervalda baş verir. Bu metod idman formasına tez düşməyə imkan verir, lakin qısa vaxtda bu metoda uyğunlaşmaq mümkündür. Bu da məşqin səmrəsini azaldacaq. Burada bir növ interval metodda iş qısa planlı bərpa gedir. İş qısa planlı bərpa. İş qısa planlı bərpa gedir. Yəni qısa planlı bərpa olur ki burada. Bu da necədir? Məşqləmə effekti hərəkətlərin icrası arasındakı vaxt intervalına baş verir. Vaxt intervalına baş. Hərəkətləri dəqiq bir diapazonda icra edirik. Bir növ arada fasilə olur. İş fasilə, yəni qısa bərpa baş verir burada. Məşqləmə effekti hərəkətlərin icrası zamanı deyil, daha çox hərəkətlərin təkrar icrası arasındakı vaxt intervalında baş verəcək. İnterval metoduna nəzər yetirilir. Keçən növbəti metodumuz təkrar metodu nəzər yetirək. Təkrar metod təyinatı müəyyən edilmiş məşq yükünün idmançı orqanizminin iş qabiliyyətinin bərpası üçün kifayət edəcək istirahət intervalında çoxsaylı təkrarı ilə səciyyələnir. Yəni, interval metoddan fərqli olaraq, interval metodda dedik ki, burada hərəkətlər istirahət intervalında bir növ məşqləmə effekti istirahət intervalında baş verir. Ancaq təkrar metodda orqanizm iş qabiliyyəti üçün kifayət edəcək istirahət intervalında çoxsaylı təkrar. Yəni, burada nədir fərqli cəhəti? Burada tam bərpa olursan. Orqanizmin iş qabiliyyətini bərpası üçün. Yəni, orqanizm iş qabiliyyətini bir növ qaytarır ki. Yəni, hər hansısa bir hərəkəti icra edirsən, hər hansısa bir hərəkət. Tam bərpa olursan, tam bərpa, nə bir rusudur, ürək damardır, tam bərpa olursan və tezdən qayıdırsan, hərəkəti icra eləməyə. Yəni, interval metodda biz qısa, planlı bərpadır, ancaq təkrar metodda tam bərpa olursan. Bu metod hərəkətlərin seriyalarla icrası üçün əlverişlidir. Hərəkətin orqanizmə məşqləmə təsiri interval metoddan fərqli olaraq yalnız hərəkətlərin bilavasitə icrası zamanı baş verir. İnterval metodda məşqləmə təsiri həmin o fasilələrdə baş verdi bizdə məşqləmə təsiri. Ancaq təkrar metodda hərəkətin icrası zamanı baş verir. Çünki burada tam bərpa olursan. Tam bərpa. Təkrar metoddan hərəkət texnikasının təkmilləşdirilməsi, hərəkət qabiliyyətlərinin inkişafı məqsədi ilə keçirilən məşqdə istifadə olunur. Bu metod illik məşqin bütün mərhələlərində tətbiq edilir. İş, tam bərpa, iş, tam bərpa. Yəni, interval metodda qısa planlı bərpa idi. Bizə bir növ hərəkətin məşqləmə təsiri burada hərəkətlərin icrası zamanı baş verirdi. Fasilələrdə baş verirdi hərəkətin məşqləmə təsiri, fasilələrdə baş verirdi. Ancaq təkrar metodda isə hərəkətin icrası zamanı baş verir məşqləmə effekti. Yəni, fərqli cəhəti bundan ibarətdir. Keçən növbəti metodumuza baxaq. Dairəvi metod. Dairəvi metod nədir? Bir sıra metodlardan istifadə etməklə xüsusi seçilmiş hərəkətlər kompleksinin yerinə yetirilməsidir. Dairəvi metodda biz bir metodu yox, bir sıra metoddan istifadə edəcəyik. Bir sıra metoddan istifadə etməklə xüsusi seçilmiş hərəkətlər kompleksinin yerinə yetirilməsidir. Bu metoddan istifadə zamanı bir-biri ilə əlaqəli. Yəni, burada bir neçə bir növ hərəkət qabiliyyətimizi burada inkişaf etdirə bilərik. Bu metoddan istifadə zamanı bir-biri ilə əlaqəli hərəkət qabiliyyətlərinin inkişafı və vərdişlərin
təkmilləşdirilməsi daha səmərəli həyata keçirilir. Yəni burada bir neçə hərəkət qabiliyyətimizi inkişaf etdirək təkrar metodunun köməyi ilə, dairə metodunun köməyi ilə. Bu halda istifadə olunacaq hərəkətlər seçilir. Onlar alətlər üzrə icra olunma yerləri, intensivliyi, təkrarların və seriyaların sayı, intervalı müəyyənləşdirilir. Bir kompleksə 5-20 hərəkət daxil edilir. Adından da göründüyü kimi dairə metodu. Bir dairədir burada. Burada 6 hərəkət daxil edilib. Qantellərlə hərəkətdir, halqadadır, turnikdə və s. 6 dənə hərəkət daxil edilib. Yəni burada nələr müəyyənləşdirəcək? Təkrarlar, istirahət, intervalı, bunlar hamısı müəyyənləşdirəcək. Burada dedik axı, bir sıra metoddan istifadə etməklə xüsusi seçilmiş hərəkətlər kompleksinin yerinə yetirilməsi. Bu metodu fərqləndirən cəhətlər var ki, hansı cəhətlərdir? Hər bir alətdə dayanacaqlar yerinə yetirəcək işin və istirahətin reqlamentləşdirilməsi. Hər bir alətdə dayanacaqlar, istirahət vaxtı, bunlar müəyyənləşdirilir. Məşq yükünün fərdiləşdirilməsi. Məşq yükünün sistemli və tədricən artırılması. Yəni məşq yükü burada sistemli və tədricən artırılmalıdır. Yəni bir növ çətin, sadədən mürəkkəbə doğru. Sadə hərəkətlərdən başlayıb, asan hərəkətlərdən başlayıb bir növ çətin hərəkətlərə doğru getmək lazımdır dairə metodda. Yaxşı mənimsənmiş hərəkətlərdən istifadə olunması. Yəni şagirdlərin yaxşı bacardığı, yaxşı mənimsədiyi hərəkətlərdən istifadə etməklə dairəvi metoddan istifadə etmək olar ki, yəni şagirdin bacarmadığı hərəkəti həmən bu kompleksə daxil etmək olmaz. Ayrı-ayrı əzələ qrupların ardıcılıqla işə cəlb edilməsi. Bəli, burada ayrı-ayrı əzələ qrupları var ki, ön ətraf, aşağı ətraf, yuxarı və s. ki, ardıcıllıqla işə cəlb etmək lazım dairəvi metodda. Keçək növbəti metodumuza. Növbəti metodumuz isə oyun metodudur. Oyun metod yeniyetmə idmançıların hazırlanmasında əsas metod hesab olunur ki, bu metod emosionallıqdır, daim dəyişən yara şəraitində hərəkət qabiliyyətlərinin inkişafına əsaslanır ki, burada oyun metoddan istifadə etməklə bir növ yeniyetmə idmançıları hazırlaya bilərik. Emosionallıq və daim dəyişən yara şəraitində hərəkət qabiliyyətlərinin inkişafına əsaslanacaq. Keçək növbəti metodumuza. Növbəti metodumuz isə nəzarət metodudur ki, nəzarət metodu hərəkətlərin maksimum intensivlikdə yerinə yetirilməsidir. Hərəkətlərin maksimum intensivlikdə yerinə yetirilməsidir. Bu metoddan istifadə etməklə məşqçi idmançı hazırlığı haqqında müəyyən qənaətə gələ bilər. Bəli, biz nəzarət metodundan istifadə etməklə idmançı hazırlığı haqqında müəyyən qənaətə gələ bilər. Çünki burada nədir? Əsas məqsəd nədir? Hərəkətlərin maksimum intensivlikdə yerinə yetirilməsidir. Yəni bunu bir növ hər hansısa bir idmançının fiziki durumundan bir növ agah olmaq üçün nəzarət metodundan istifadə edə bilərik ki, misal qaçış prosesində elə diaqnostik qiymətləndirməmizi götürək bizim. Diaqnostik qiymətləndirmə zamanı sürət tədris vaidini götürək ki, 30 metrə qaçış. Diaqnostik qiymətləndirmədən istifadə edib, nəzarət metodundan istifadə edib diaqnostik qiymətləndirməmizi apara bilər ki, bu şagirdlərin bir növ hazırlığı haqqında müəyyən qənaətə gələ bilər ki, burada şagird hərəkəti maksimum intensivlikdə yerinə yetirəcək. Ki, biz baxıb görəcək şagirdin durumu hansı vəziyyətdədir, onda nələri inkişaf etdirmək lazımdır və s. Dövrü olaraq bu metoddan istifadə edilməsi fiziki keyfiyyətlərin inkişafının dinamikası haqqında dəqiq məlumat əldə etməyə imkan verir. Bəli, burada da ki, biz həmən bu nəzarət metodundan istifadə edərək ki, misal diaqnostik qiymətləndirmə zamanı 30 metr şagird qaçıb, biz orada həmən şagirdin inkişaf dinamikası haqqında müəyyən qənaətə gələ bilər ki, şagirdin indiki hazırlıq vəziyyəti, hazırlıq durumu nə yerdədir? Yəni hərəkətləri maksimum intensivlikdə yerinə yetirilməsidir nəzarət metodu. Bu da öz növbəsində məşq prosesində səmərəliliyini aydınlaşdırmağa şərait yaradır. Keçək növbəti metodumuza. Yarış metodu nədir? Yarış metodu hərəkətlərin
yarış qaydalarına əməl etməklə mümkün olduğu qədər yüksək intensivlikdə yerinə yetirilməsi ilə səciyyələnir. Hərəkətləri yarış qaydalarına əməl etməklə mümkün olduğu qədər yüksək intensivlikdə yerinə yetirilməsi ilə səciyyələnəcək. Nəzarət metodunda biz hərəkətləri maksimum intensivlikdə yerinə yetirdik. Ancaq burada tamam fərqlidir. Yarış qaydalarına əməl edib və hərəkətləri mümkün olduğu qədər yüksək intensivlikdə yerinə yetirmək lazımdır. Bu metod iradi mənəvi keyfiyyətlərin inkişafı, yarış hərəkətinin texniki bacarıq və vərdişlərin təkmilləşməsində müstəsna rolu vardır. Bəli, bu metodun mənəvi iradi keyfiyyətlər var ki, bizim 4-cü məzmun xəttimizi əhatə edir ki, şəxsiyyətin mənəvi iradi xüsusiyyətləri bu şagirdlərin bir növ davranışı ilə əlaqəli olan məzmun xəttimizdir ki, burada yarış qaydalarına əməl etməklə mümkün olduğu qədər yüksək intensivlikdə hərəkətlərin yerinə yetirilməsi səciyyələnəcək. Burada da mənəvi iradi xüsusiyyətlər təbii ki, öz əksini tapır ki, yarış qaydalarına şagird nə dərəcədə əməl etdi, özünü yarışda necə apardı? Yəni burada biz şagirdin mənəvi iradi xüsusiyyətlərini də qiymətləndirmiş oluruq. Burada metodların xüsusiyyəti verilib, yəni müqayisəli cədvəli verilib digər metodlarla. Onları da nəzərə yetirsək, rəvan metod intensivlik sabitdir, istirahət yoxdur, ümumi dözümlülük sayılır bu, sabit intensivlik gedir. Dəyişən metod, dəyişən intensivlikdir, dəyişir, dedik ki, məqsədə uyğun dəyişilmə var. İdmançısı misal 200 metri asta templə qaçır, 100 metri sürətlə qaçır. İstirahət yoxdur, aktivdir, xüsusi dözümlülük sayılır. Təkrar metod tam bərpa olduğu dedik. İntensivlik yüksək, maksimaldır. İstirahət tam bərpadır. Sonra interval metoda baxaq. Natamam bərpadır. Dedik qısa bərpa olur. İntensivlik yüksək, submaksimaldır. İstirahət vaxtı planlı natamamdır. Dairə metod, yəni əsas prinsipi kompleks strategiyalardır. İntensivlik fərdi tənzimlənən, istirahət xarakterli stansiyalar arası, dedik ki, burada dairə metodda stansiyalar arası, dayanacaqlar arası da müəyyən fasilələr verir. Oyun metodu, əsas prinsip emosional rəqabətdir. İntensivlik vəziyyətə görə dəyişən, yəni vəziyyətə görə oyundan asılı olaraq vəziyyətə görə intensivlik dəyişir. İstirahət intervalı oyun daxili fasilələr, yəni oyunda daxili fasilələr varsa burada oyun metodu istirahət intervalıdır. Nəzarət metodunda, yəni əsas məqsəd, əsas prinsip nədir burada? Maksimal intensivlikdir burada. İntensivlik maksimaldır. İstirahət, yəni testlər arası, yəni hər hərəkət arası da burada nəzarət metodunda istirahət var. Yarış metodu. Əsas prinsip yarış simulyasiyasıdır. İntensivlik dedik, yarış simulyasiyası, yəni yarış qaydalarına əməl etməkdir. İntensivlik maksimaldır. İstirahət vaxtı turlar arasıdır. Yəni bu da müqayisəli cədvəllə də tanış oldu. Növbəti strateji seçim. Ən yaxşı metod yoxdur, yalnız düzgün metod var. İdman metodları haqqında bu qədər hörmətli müəllimlər, növbəti dərslərdə görüşərik. Sağ olun.